Məncə ibtidai sinif müəllimləri nə qədər gözəl uşaqlar yetişdirsə, yuxarı sinif müəllimlərinin işi daha rahat olacaqdır və daha gözəl olacaqdır. Yəni uşaqlar, dediyim kimi şagirdlər birbaşa 5-də, 6-da, 7-də oxumur. Təbii ki, onların təməli 1-dən, 2-dən, ibtidailərdən gəlir. Və əgər təməl düzgün qoyulsa, təməl gözəl olsa, bütün uşaqlarla işləmək gözəl olacaqdır. Mənim 5-ci sinifimdir, əvvəl mən bunlara dəstəymişəm. Bayaqdan görürəm ki, birilərlə münasibətini qısqanırlar, gözsüzürlər ki, müəllimə bizi yaddan çıxartmışsınız. Təbii ki, mən onları yaddan çıxartmaram. Onlar müəllimə. Bu Xəlil Məhəmməd mənim otaq yoldaşım, bu mənim keçmiş 5-ci sinifimdir. Bilərzinizi alqışlayın inşallah. Mən telefon danışığı aparırdım, dostlarımla danışırdım və kənd haqqında məlumat verdim və kənddə ərzağın azlığından və bizə bura ərzaq qıtlığından, yəni çünki kənddə mağaza, dükan azdır və mən danışırdım ki, market az olduğundan ki, biz bura ərzaq produkt gətirmə çətinlik çəkirik. Həftədə bir dəfə aşağı düşməliyik və mənim şagirdim bunu eşitmişdi. Mən üçün 3 yumurta gətirmişdi ki, müəllimə siz bunu yeyin. Amma bizi tərk etməyin, bu kənddən getməyin və mənim həyatda dönüş hekayəm olmuşdur və demək olar ki, kimliyimi, yəni bu həyatda nə üçün varam, onun aladan hekayə bu olmuşdur. Və məncə mənim öyrəşməmin əsas səbəbi mənim... Niyə ağlamısan? Hə? Niyə ağlamısan sevgiyə? Mənim bu kəndə adaptasiya olmağımın, yəni tez adaptasiya olmağımın tək səbəbi şagirdlərimlə bir ailə kimi olmağıdır. Çünki